Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, Fizik Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günləri DİM sınaq toplusundan 3-cü sınağın izahını verməyə çalışacağım sizlərə. Elə seçəcək sınağımızın izahını. Birinci sualımızda qeyd olunmuş suxurların mütləq yaşı. Suxurların həm nisbi, həm də mütləq yaşı olur. Mütləq yaşı radioaktiv elementlərin parçalanma müddətinə görə, nisbi yaşı isə suxurların yatma ardıcıllığına görə təyin olunur. Ona görə birinci sualımızda C variantı doğru cavabımız olmuş olacaq. İkinci sualımıza baxırıq. Paleozoin dövrləridir. Kembri, Ordovik, Silur, Devon, daş kömür, Perm. Deməli o Devon olacaq, Ordovik olacaq və Perm olmuş olacaq. B variantı doğrudur. Geosinkronun inkişafının birinci mərhələsi və ikinci mərhələsinə diqqət edək. Yer qabığının böyük bir hissəsi enməyə başlayır, birinci mərhələdədir. Suxurlar qismən metamorfikləşir, birinci mərhələdədir. Yer qabığının ayrı-ayrı hissələrində qalxmalar baş verir, ikinci mərhələ. Çökmə suxur qatlarının parçalanması, çoxlu sayda enmə və qalxmaların yaranmasının nəticələnir. İkinci mərhələdə dəniz hövzələrinin dibində qalıq çökmə suxurlar qatı toplanır. Birinci mərhələdə çökmə suxurların toplanması ilə yanaşı vulkanizm fəaliyyəti artıq ikinci mərhələdə olmuş olacaq. Deməli 1 ABY, 2 CDF olmuş olacaq. Növbəti sualımıza diqqət edək. Platformalar Şimali Amerikada. Orada olan sipərlər, qalxanlar hansı ola bilər? Labrador yarımadası olar. Dəmir filizi yayılıb. Cənubi Amerikada da Gviyana yaylası. Ona görə bir Cənubi Amerika olacaq. Gviyana yaylasında isə boks ehtiyatlar var. Ona görə 1-ə Cənubi Amerika, 2-yə Labrador yarımadası, 3-ə isə boks ehtiyatını götürmək olar A variantı. Xəritə sxemə əsasən geosinkronun inkişafının 3-cü mərhələsində əmələ gəlmiş dağların yerləşdiyi ərazilər geosinkron ərazilər olacaq. 1, 4 və 6 olmuş olacaq. Doğru cavabımız B variantıdır. Kimyəvi aşınmanın intensiv getdiyi ərazilər müəyyən edin. Rütubətli ərazilər müəyyən etmiş olacaq. Böyük Britaniya adası, Yava adası və Malakka yarımadası ola bilər. Doğru cavabımız 1, 4, 5 olmuş olacaq. Azərbaycan ərazisində 8-9 ballıq zəlzələ zonasına aid olan ərazilər müəyyən edin. Gəncə ətrafı, Qapıcıq zirvəsi ətrafı və Şamaxı ətrafı bunlar 8-9 ballıq zəlzələ zonasıdır. A variantı. Xəritə sxemə əsasən paleogen çöküntülərin yayıldığı ərazilər 3 olacaq, Zəngəzur silsiləsi 1 olacaq, Talış dağları, bir də ki 6 olacaq, Qobustan alçaq dağlı. Y variantı 1-6 doğrudur. Şəkil sxemə əsasən dağ silsilələrin müəyyən edin. 3120 metr Dərələr silsiləsindədir. Küküdağ 3724 metr Murovdağda Camışdağdır. 4243 isə Şahdağ zirvəsidir. O da ki yan silsilənin olacaq. D variantı doğrudur. Xəritə sxeması isə təknəvari dərələrin və gətirmə qonuslarının yayıldığı əraziləri müvafiq olaraq müəyyən edin. Təknəvari dərələr hündür dağlıq ərazilərdə olar, məsələn 1-də. Gətirmə qonusları isə Şirvan düzündə olar 3-də. Gətirmə qonusları Azərbaycanda Şirvan düzündə, Qanxayçay düzündə, Qarabağ düzündə, Gəncəqazaq düzündə müşahidə olunacaq. 11-ci sualımıza baxırıq. Mis ehtiyatlı Gədəbəydə var, doğrudur. Neft ehtiyatlı Kürdəmirdə var, beləli Molla kənd yatağıdır. Civə Kəlbəcərdə bilirsiniz ki, əslində Civə Kəlbəcərdə də mövcuddur. Bu da doğru olmuş olacaq. Daha sonra təbii qaz Lerikdə yoxdur. Dəmir filizi Daşkəsəndə var. Qızıl Ucarda yoxdur. Burada 1, 2, 3, 5 olmuş olacaq. Doğru cavabımız D variantı verir. Yəni yəqin ki 2 yerdə yanlış düşüb. Biz bilirik ki Kürdəmir ərazisində Molla kənd neft yatağı, İmişli rayonu ərazisində isə Muradxanlı neft yataqları mövcuddur. Mezoyaşlı. Tektonik zonalara uyğun gələn relyef vadilər. Ön Qafqazı şollar düzüdür və Samurdağ və Çovalıq olar. Kiçik Qafqazda isə Murovdağ silsiləsi və Şahdağ silsiləsi, eyni zamanda Peştəsər silsiləsi də olar. 1-ə 1, 3, 2-yə 2, 4, 5 olacaq. A variantı doğrudur. Doğru bəndi müəyyən edin. Meyilli az qalın çökmə suxurlarla örtülüb. Materiklə okean yer qabı arasında sərhəddir. Səthi hamar olub, okean dibinin əsas hissəsini tutmuş olacaq. Deməli, biri olacaq materik dayazlığı, təbii ki, çökmə suxur qatı ilə qalınlığıdır. Materiklə okean yer qabı arasında sərhəddir, bu materik ətəyidir. Abisal düzənliklər isə səthi hamar okean dibinin əsas hissələridir. A variantı doğrudur. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Qafqaz, Balkan yarımadaları seismik ərazidir. Seismik ərazi olması hər ikisinə aiddir. Ən hündür zirvəsi sönmüş vulkandır. Bu Qafqaz dağlarına aid olacaq.
Əhəngdaşı süxurları ilə örtülüdür Balkan yarımadası. Ərazisində Kars platosunun olması da Balkan yarımadası. Tetis okeanın qalığı hesab olunan sözələrin ətrafında yerləşir. Bu da hər ikisinə aid olan xüsusiyyətdir. 1-ə 2, 2-yə 3, 4, 3-ə isə 1, 5 olacaq B variantı. Kimyəri Abt Hertzin dağ əmələ gəlmə mərhələlərində yaranmış dağları müvafiq olaraq müəyyən eləyin. Elə A variantına baxırıq. Burada A variantında Böyük Xinqan çıxırıq. B variantında Uralı Qafqazı çıxırıq. C-də Himalay çıxırıq, Andı çıxırıq. D doğru deyil, yəni də Abbalatı çıxırıq. Amma Altay, Kordilyer, Ural müvafiq dağlar deyir. Üzrlü sayın. Mən ancaq Kimyəri axtarıram. 15-də burada deməli birinci Kimmer, Çeska, amma Böyük Xinqan Alp deyil, Kimmeri Ural deyil, Himalay Kimmeri deyil, Kunlun Kimmeridir, Ak Karpatdır, Hertzin isə Abbalat ola bilər, D variantı doğrudur. Amazon ovalığı Braziliya. Sətamar düzənlikdir, təbii ki Amazon ovalığı olmuş olacaq. Filiz mənşəli faydalı qazıntılarla zəngindir Braziliya yaylası. Geniş çay dərələrinə malikdir Amazon ovalığı. Ərazisində kəlli qənd kimi denudasiyon relyef formasına rast gəlinir Braziliya. Səthi alüvyal çöküntülərlə örtülüdür. Bu da Amazon ovalığı A, C, Y, B, D olar. Xəmətsən A zirvəsinin mütləq zirvəsini müəyyən eləyin. A zirvəsinin hündürlüyü 3904 metrdən 784 metr aşağıdadır. Bu da təbii ki 3120 metr eləyir. Bu da Kükü dağın hündürlüyüdür. Hərəkət istiqaməti yanlış göstərilmiş litosfer tavalarını müəyyən eləyin. Hərəkət istiqaməti yanlış olan burada 2 olacaq. Digər istiqamətində olmalıdır. 3 olacaq. Nazca şərqə doğru hərəkət edir. Bir də 4 olacaq. Afrika şimal şərqə doğru hərəkət edəcək. Kordilyer dağlarının mərkəz hissəsinə aid olan relyef vahidlərini müəyyən eləyin. Eləyək görək nədir? Təbii ki, Kordilyerin mərkəzində Colorado platosu, Meksika yaylası, böyük hövzə yaylaları yerləşir. B variantı doğru olacaq. Əlamətlərin aid olduğu relyef vahidini müəyyən edək. Boliviya və Çili sərhədində yerləşən yayladır. Ant dağlarında yerləşir. Quraqlığa davam bitkilər ölçülür. Bu altiplanodur. Y variantı doğru olacaq. Sxemə uyğun gələn relyef vahidini müəyyən edin. Antiklinal və sinklinallar Atlas dağlarında bir-birini əvəzləyəcək. C variantı dərslikdə verilib. Filiz faydalı qazıntılardır. Afrikada filiz faydalı qazıntılardan nə var? Afrikada filiz faydalı qazıntılardan mis var. O da Kongoda yayılıb. Ona görə 1-ə mis, 2-yə, 3-ə Kongolar. Cənubi Amerikada dəmir var. O da ki, Braziliya yaylasında yayılıb. A variantı olur. Xəritə sxemdə iştirilənmiş ərazilərə aid olan xüsusiyyətləri müəyyən edin. Bu isə Meksika körfəzi ətrafı. Denudasiyon mənşəlidir. Yanlış fikirdir. Alüvyal çöküntülərlə örtülüb Bella Plato ovalığı və Meksikayan ovalığı hər ikisi. Suxurların toplanması nəticəsində yaranır. Bu da doğru olmuş olacaq. Yerləşdiyi qitələrin ən böyük düzənlikləridir. Xeyr, yanlışdır. Seysmik cəhətdən sabit ərazidə yerləşdilər. Bəli, 2, 3, 5 doğru cavabımız olacaq. Dağ silsilələrin mütləq hündürlüklərin artmasına görə müəyyən edilir. Ləngəbi silsiləsi ən azdır. Silsilələr deyir, Şahdağ silsiləsi sonra olacaq. Qarabağ silsiləsi, yox. Qarabağ silsiləsi, Şahdağ, sonra isə Murovdağ olmuş olacaq. 2, 3, 4, 1 olmuş olacaq. Şimali Avropanın relyefinə aid xüsusiyyətləri müəyyən. Ən hündür zirvəsi Qalxapiggen dağıdır. Bəli, doğrudur. Skandinaviyada ən hündür davan dağlar üstünlüyü təşkili yanlışdır. Fjord tipli sahillərə rast gəlinir. Bəli, Valda yüksəkliyi Şərqi Avropadır. Olmaz. Əvvəllər dəniz dayağı olmuş polderlər mövcuddur. Bu da olmayacaq. Doğru cavabımız 1, 3 olacaq. Seysmik zonalarda yerləşən yaylalar Anadolu yaylası olar, Meksika yaylası olar, Colorado yaylası olar. 1, 4, 6 bizim doğru cavabımızdır. Növbəti sualımıza diqqət edirik. Pinatubo vulkanı yerləşəcək. Harda? Filippində. 1-ə A gələcək. Kulisk-Sovkas Kamçatka yarımadasında Y. Etna vulkanı isə Siciliya adasında B. 1A, 2Y, 3B olacaq. Situasiyamıza baxırıq. Azərbaycan ərazisindən qədim süxurlar eyni tektonik zonaya aid olan müxtəlif ərazilərdə aşkar edilmişdir. Onların yaşı 400-450 milyon ildən çoxdur. Mətndə verilmiş süxurların aid olduğu geologiya ilə Paleozoy ərazisidir. Tektonik zonası Kiçik Qafqaz tektonik zonasıdır. Mətndə verilmiş süxurlar hansı ərazilərdə yayılmışdır? Tovuz rayonunda Əsri çay və Zəyəmçay hövzələri, bir də ki, Dərələz qalxmasında yayılmışdır. Xəritə sxeması mətndə verilmiş süxurların yayıldığı məntəqələri müəyyən eləyin. Təbii ki, 2-də və 5-də mətndə verilmiş süxurlar yayılmışdır. Belə, bu sınağımızın da izahının sonuna gəlib çatdıq. Gələn video izahlarımızda hansı sınaqların izahını istəyirsinizsə, mütləq şəkildə rəy bölməsində qeyd edə bilərsiniz. Sağ olun, gələn videolarımızda
Görüşmək ümidi ilə.